Səyyar Asan Xidmət avtobusu bu dəfə Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımıza xidmət göstərib. Məqsəd, harda yaşamasından asılı olmayaraq Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək, heç kimin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır. Asan Xidmətin səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov bildirib ki, sözü gedən layihədən bir çox vətəndaşımız yararlanıb. Daha ətraflı sujetdə. Asan Xidmət təkcə Azərbaycanın regionlarında yaşayan əhalinin deyil, xarici ölkələrdəki vətəndaşlarımızın da dövlət xidmətləri ilə təmin olunması istiqamətində layihələr həyata keçirir. Belə ki, iyunun 5, 6 və 7-sində ölkəmizin Tbilisi şəhərindəki səfirliyində Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin göstərilməsi üçün səyyar Asan Xidmət avtobusu təmin olunub. Xüsusi avadanlıqlarla təmin olunmuş avtobuslarda vətəndaşlarımız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, habelə sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışın verilməsi xidmətləri ilə təmin olunurlar. Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğu ilə yanaşı, onların daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasını da təmin edir. Vətəndaşları razı salan əsas amillərdən biri də məhz bir neçə günlük vaxt və xərc itirmədən olduğu ölkədə sözü gedən xidmətlərdən yararlanmağa nail olmaqdır. Mənə lazım idi məhkumluq arayışı. Ömrümdə bir sutka mən məhkum olmamışam, ona görə gəldim, arayış lazım idi, onu götürdüm. 5-10 dəqiqəyə hazır elədi, verdi uşaqlar sağ olsunlar. Elimizə, obamıza yararlıdır, lazımdır. Cəmaatımız əziyyət çəkir. Burada öyle olanda çox adam yararlanır. Çox xoşuma gəldi sizin xidmətiniz. Həsən xidmətin gəlməyi çox yaxşı oldu. Hansı xidmətdə yararlandınız? Şəxsiyyət vəsiqənin dəyişilməsinə. Çox yaxşı xidmətdir. Elədi hər şey. Çox razı qaldım. Belə bir xidmət yaratdığı üçün Azərbaycan'a çox minnətdarlığımı bildirirəm. Gedib gəlməyən adamlar da var, imkan olmayan adamlar da var. Yəni belə xidmətlər olsa daha yaxşı olar. Layihə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb. Gürcüstanda çoxlu saylı bizim vətəndaşlarımız yaşayırlar, bəziləri əmək fəaliyyəti ilə məşğuldur, bir çoxları ali təhsil ocaqlarında təhsil alırlar. Bəs onların xahişləri və müraciətləri əsasında bu günləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Asan Xidmətin birgə təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Tbilisi şəhərində səyyar Asan Xidmət fəaliyyətə başlayıb. Bir gün biz görürük ki, gözəl bir layihə ərsəyə gəlib, təşəbbüs və bizim vətəndaşlar bu xidmətlərdən faydalanırlar və nəticələr də əməli fəaliyyətdə görürlər. Səyyar Asan Xidmət fəaliyyət coğrafiyasını genişləndirərək artıq ölkə hüdudlarından kənarda da yaşayan vətəndaşlarımızın əhatə etməyə başlayıb. Məqsədimiz harda yaşamasından asılı olmayaraq Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və eləcə də heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır. Gələcəkdə də bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Asan Xidmətin səyyar xidmətindən yararlananlar içərisindən ən kiçik vətəndaşın 4, ən böyüyünün isə 95 yaşı var. Habelə səfirlikdə hüquqi xidmətlərlə yanaşı tibb xidməti də təmin olunub.